Qasımzadə Muhammed. Və mən Dəniz Yusufova. Biz Smart Spark komandası olaraq Beynəlxalq SAF 2025 İnnovasiya və sahibkarlıq kateqoriyası üçün təqdim edirik. Hər il meşələrimizdə yüzlərlə yanğınlar baş verir və bu yanğınlar bizim ekosistemimizə və flora və faunasına ciddi təsir göstərir. Və biz buna görə belə bir robot düzəltdik. Hazırladığımız bu robot insana ehtiyac duymadan meşə yanğınlarının qarşısını alacaq və bunu necə edəcək? Hazırladığımız qutucuqlar meşə zolaqlarına yerləşdiriləcək və içərisindəki istilik və tüstü sensorları vasitəsilə əgər meşədə yanğın baş verərsə, istilik və tüstü sensorları yanğın söndürmə mərkəzlərinə bildiriş göndərəcək. Yanğın söndürmə mərkəzlərinə gələnə qədər isə robotumuz yanğın ərazisindəki yanğının azalmasına kömək olacaq. Üzərinə yerləşdirdiyimiz qurğu vasitəsilə isə havadakı nəmi çəkərək suya çevirəcək və bu suyu meşə yanğınlarında istifadə edəcək. Enerjisini isə güneş panelindən alacaq. Hazırladığımız robotda DC motorlardan, güneş panelindən, batareyadan, S32-dən, Arduino Uno və hərəkəti üçün L298 motor sürücüsündən və sair elektronikalardan istifadə edilmişdir. Hazırladığımız robotun təkərlərini və gövdəsini 3D printerdə düzəltmişdik. Robotumuzun üzerine yerleştirdiğimiz bu qurğu havadakı nəmi çəkəcək və suya çevirəcək. Bizim məqsədimiz dünyamızın flora və faunasını qoruyub saxlamaqdır.